Salam əziz izləyicilər, bu gün mən sizə fonetika haqqında məlumat verəcəm. Gəlin başlayaq. Demək, fonetikada sait əsas lazım olanlar sait və sabit səslərdir. Gəlin onlara baxaq. Sait. Ən birinci başlayaq saitlərdən. Demək, saitlərdən bizim 9 saitimiz var ki, hansıdır onlar? A, I, O, U, E, Ə, İ, Ö, Ü. Demək, bizim saitlərimiz bir neçə yerə bölünür. Qalın və incə. Demək, qalın və incə saitlər. Qalın saitlər hansıdır? Elə burada ardıcıllıq mən yazmışam. A, I, O və U. İncə saitlərimiz isə E, Ə, İ, O, Ü. Daha sonra bizim alt çənəmizin vəziyyətinə görə açıq və qapalı saitlər var. Alt çənəmizin vəziyyətinə görə yəni nə fərq? Yəni məsələn açıq və qapalı saitləri gəlin buradan yazın. Açıq saitlər A, O, Ö, Ü və E. Qapalı saitlər isə I, burada Ü daxildirmişsə və daha sonra bir də Ə də daxil olur. Daha sonra burada İ, Ü, U və bir də ki I. Demək, bunlar alt çənə vəziyyətinə görə yəni nəsə. Məsələn, biz indi tuturuq qapalılardan I-ni götürək. Əlimizi qoyuruq bura, çənəmizin altından, partı möhkəm sıxırıq və I-ni səsləndiririk. I. Yəni, biz bu səsi səsləndirərkən bizim çənəmiz tərpənməli. Ancaq, məsələn, deyək ki, A. Gördüyümüz kimi artıq çənəm, alt çənəsi bu biraz aşağı indi. Başlayalım. Deyək ki, onu O, Ö, E, Ə. Ancaq bunları səsləndirək. İ, U, Ü, I. Yəni, bu zaman biz alt çənəmiz heç də aşağı getmədiyi üçün biz bundan gücü ayırırıq və açıq və qapalı alt çənəmizin vəziyyətinə görədir və ən asan olan dodaqlanan və dodaqlanmayan. Mən gəlin buradan yazım. Burada yerləşməyəcək. Dodaqlanan nədir? Dodaqlanmayan nədir? Demək, dodaqlanan saitlərimiz hansılardır? Gəlin yazaq. O, Ö, U və Ü. Ancaq dodaqlanmayan saitlərimiz A, I, Ə və bir də E. Bunları nə tər ayıracağıq? Məsələn, indi biz deyək ki, biz O-nu tələffüz edək. O.
Gördüyünüz kimi biz onu tələffüz etdiyimiz zaman dodaqlarımız qabağa gəlir. Məsələn, o, ö, u, ü. Ancaq bunlar, yəni bunlar beləcə dodaqlananlardır. Ancaq bunları tələffüz etsək, a, ı, i, e, ə. Yəni bunlarda dodaqlarımız qarşıya doğru gəlmir. Bu dodaqlanmayanlardır. Daha sonra gəldik samitlərə. Bir də samitlərə keçməmişdən əvvəl sizə bir söz deyim ki, biz saatləri istədiyimiz qədər uzada bilirik. Məsələn, a, ı, e, ə, i və s. Hamısını uzada bilirik. Ancaq bunların qarşısını kəsən yoxdur. Bunların heç bir maneəyə rast gəlmir. Amma samitlərin isə maneəyə rast gəlir və qarşısı kəsilir. Yəni uzamır. Məsələn, b kəsildi, d kəsildi, t kəsildi. Bunlar yəni biz deyə bilərik ki, biz uzada bilərik. Məsələn, t, b. Amma diqqət etsək, burada uzadan ılardır. Məsələn, b, ı, b, t. Yəni burada uzadan t'lardır. Daha doğrusu ılardır. Daha sonra keçirik samitlərə. Samitlərdə cingiltili və kar samitlər var. Kar samitdə məsələn yazaq ki d, t, b, p, p, z, s, j, ş, ö, c, t, g, k, ı, c, k, ı, r, x, y, y və yəni bunlara da və buradan bu səslərdir, cingiltili və kar səsləri. Bir də ki, bizim sonor samitlərimiz var. Sonor samitlər nədir? Yəni qarşılığı olmayanlar. Bunlar qarşılıqlı samitlərdir. Yəni məsələn biz d ilə t-nı bir-birinə bənzəyirlər. B ilə p, z ilə s və s. Ancaq cingiltili samitlərdən l, m, n, r-nın kar qarşılığı yoxdur. H-nın isə kar samitlərdən cingiltili qarşılığı yoxdur. Yəni bizim 5 dənə sonor samitimiz var. Daha sonra keçdik hecalara. Heca. Demək hecalar nəyə deyilir? Hecalar sözün asanlıqla bölünən hissəsidir. Gəlin baxaq. Məsələn, bunlar asandır. Sözdə nə qədər sait varsa, o qədər də heca var. Məsələn, soyuducu. Soyuducu. Hecaları ayırarkən bu şəkildə olacaq. Neçə dənə saatimiz var idi? 1, 2, 3 və 4. 4 dənə saatimiz var idi və 4 dənə də daha doğrusu saatimiz var idi 4 dənə və həmçində 4 dənə hecamız oldu. İndi isə keçdik ahəng qanununa. Ahəng qanunu nəyə deyilir? Ahəng qanunu qalın və incə saitlərin bir-birini izləməsinə deyilir. Ahəng qanununa başqa cür dəmir qanunu da deyilir. Gəlin indi ona baxaq. Məsələn, biz yazırıq ki, ahəng. Ahəng sözünün özünü. Burada
ahəng A hərfi qalındır. İncədir. Yəni bu ahəng qalına tabe deyil. Və daha sonra qalın. Burada A var, burada da I var. Yəni bunlar hər ikisi də qalın olduğu üçün artıq biz bu ahəng qalına tabedir. Və incə. Burada da hər ikisi incədir, ahəng qalına tabedir. Məsələn, fonetika. Qalın, incə, qalın. Ahəng qalına tabe deyil. Daha sonra burada bunların neyisi dodaq qalınları var. Yəni dodaqlanan və dodaqlanmayanlar. Məsələn, üzüm. Burada artıq ahəng qalını biz deyik ki, qalın və incə sahətlərin bir-birini izləməsidir. Amma dodaq qalınlığında isə artıq fərqlidir. Dodaqlanan və dodaqlanmayanlara baxırıq. Yəni burada üzüm artıq hər ikisi də dodaqlanır deyə xəbərdir. Daha sonra keçdik vurğularda. Demək, vurğularda biz vurğuları rahat tapmaq üçün bir vurğunu götürüb onun üzərinə vururuq və tələffüz edirik. Məsələn, yazırıq ki, ekologiya. Daha sonra avtobus. Və yazırıq yarmarka. Və yazırıq enerji. Beşincisi esse. Altı yazırıq sətir və sətir. 7 zalımcasına. 8 atlas. 9 atlas. 10 servis. 11 servis. İndi isə gəlin baxaq. Demək, burada bir vuraq vurğunu ekologiya alınır. Ekologiya alınır. Ekologiya alındı. Ekologiya alınmış. Nasıl? Ekologiya. Burada da alınmadı. Avtobus sözünə isə gəlin baxaq. Demək, avtobus sözündə burada biz avtobus deyə bilmirik. Bu da çıxır. Amma avtobus deyə bilirik. Ancaq avtobus alınır deyə. Burada da vurğu ikinci hecadadır. Yarmarka. Burada birinci hecada. Yarmarka. İkinci hecaya vursa yarmarka alınır. Yarmarka alınır. Yəni burada birinci hecadadır. Daha sonra burada bu söz biraz şaşırıcıdır. Birçokları elə bilir ki, ikinci hecadadır. Ancaq bu səhvdir. Üçüncü hecada olacaq. Essedə də həmçinin elə birinci hecadadır, ancaq ikinci hecadadır. Sətir və sətir. Baxın, buradakı babə bəzi şəkilçilər var ki, bunlar şəkilçi qəbul etmirlər. Yəni burada babə şəkilçi qəbul etmədiyi üçün özündən əvvəlki heca şəkilçi qəbul edir. Zalımcasına. Burada zalımcasına vurğu qəbul etmədiyi üçün burada hecası artıq vurğu qəbul etdi. Baxın, burada biz bunu asan tapmaq yolu deyirəm. Atlas.
Baxın, bu Z əlifbanın sonuncu hərfidir. Yəni özündən əvvəl alır. Ancaq burada isə ən başda olacaq. Burada da həmçinin servis. Ancaq bu bütün Z-lı olan sözlərdə deyil. Belə bir məsələlərdə hətta bu şəkildə olacaq. Sağ olun, bu günlük bu qədər idi. Kanala abunə olub, like atmağı unutmayın. Videomu dostlarınızla paylaşmağı unutmayın. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, bu günlük bu qədər.